Baxın, səfirləri hamımız oxumuşuq da. Bir canini, bir keşiş düz yola gətirir. Bir dənə hərəkəti ilə. Bu nağıl deyil, bu mümkündür. İnsan psixologiyası dəyişə bilir. Mənim özümə yüzlərlə adam Azərbaycanda bir gənc dostumuz, hamınızı tanıyırsınız, yazarın, bestseller yazarın, müəllifin kitablarından intihardan xilas olmağını deyib. Bu mümkündür, təsir. Mən demirəm, hamısını düzəldir. Bu qeyri. Biz deyirik ki, heç olmasa bir nəfəri düzəldə bilir. O Quranda bir ayə var. Kim bir nəfəri diriltsə, bütün insanları diriltmiş kimidir. Bax, mən bunu deyim. Həmən Jean Valjean gəlir, olur şəhərin meri. Mer olandan sonra pis yola düşmüş bir xanım Fantina polis idarəsindədir və o bundan qəzəblidir. Merdən qəzəblidir ki, onu işdən çıxarıb. Mer gəlir, girir içəri. Deyir, sənsən Mer. Deyir, hə. Deyir, mənim bu yola düşməyimin səbəbkarı sənsən. Üzr istəyirəm, üzünə tüpürür Merin. Üzünü silir belə. Deyir ki, qadını azad edin. İslahatçı budur. İslahatçı budur. Maarifçi budur. Maarifçi budur. 100 dəfə, 1000 dəfə getməlidir, danışmalıdır. Çox üzr istəyirəm, üzünə tüpürməlidirlər, silməlidir. Deməlidir ki, bu qadını azad edin. Başqa yolumuz yoxdur ki. Başqa yolumuz yoxdur. Bizik öz məmləkətimizdir, öz cəmaatımızdır, öz ziyalımızdır, öz müəllimimizdir. Amma o yerdə ki, ziyalının rolu dəyişir, hirsi, hikkəsi gəlir ortalığa, ziyalı olur, təkəbbürlü, lovğa bir adam, öz mənsub olduğu milləti təhqir edir, onlara axmaq deyir, onda o ziyalı öz missiyasını yerinə yetirə bilməyəcək.